Sonradan ləğv edilən Bakı Nəqliyyat Agentliyi Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev 7 iyul 2019-cu ildə Müsavat.com-a demişdi: 105 saylı marşrut xəttindəki vəziyyətdən də xəbərimiz var. Avtobus parkının yenilənməsi və eyni zamanda marşrut xətlərinin optimallaşdırılması işləri çərçivəsində həmin istiqamətdə də sərnişin daşımada keyfiyyətin artırılması üçün işlər görüləcək. Bu, uzaq gələcəkdə baş verməyəcək. Yaxın aylarda qeyd etdiyim məsələlərin reallaşdırılması nəzərdə tutulub.